Bakıda keçirilən məhkəmə prosesi və orada verilən ifadələr var. Ötən gün Aray Kartunyanın açıqlamaları var idi ki, mən 18 oktyabrda müharibənin dayandırılması ilə bağlı məktub ünvanladım. Ondan cavab Paşinyandan neqativ cavab gəldi. Bax, bu nöqteyi nəzərdən Bakı təbii ki, rəsmi Bakı həmin şərtləri diktə edir qalib tərəf kimi. Eyni zamanda prosesləri idarə etmirmi? Yəni bu düşünürəm ki, bu açıqlamalar, bu ifadələr həm də Ermənistandakı prosesləri bir növ istiqamətləndirmə, yönləndirmə baxımından vacibdir. Heç şübhəsiz bu günləri Paşinyan bəlkə hamıdan çox Bakıdakı məhkəmə prosesini, bu hərbi canilərlə bağlı məhkəmə prosesini izləyir. Çünki bir müddət belə informasiya yayılır ki, bizim dinc şəhərlərimizi, mülki əhalini 2-ci Qarabağ müharibəsi dövründə Aray Kartunyanın əmri ilə bombalanıb, raketlər atılıb. İndi Arutunyan məhkəmə prosesinə gedir ki, xeyr. Bunlar hamısı İrəvandan gələn tapşırıqlar idi. Yəni Paşinyandan gələn tapşırıqlar idi. Hətta qeyd edir ki, müharibənin dövründə elə bir vəziyyət yarandı ki, artıq müharibəni aparmaq üçün heç bir resurslarımız yoxdur və hətta vurğulayır ki, bütün müharibələr resurslar müharibəsidir. Resursların müharibəsidir. Bizim də resurslarımız çatmır. Bunu Azərbaycanın resursları bizdən dəfələrlə çoxdur və bu haqda Paşinyana mən məlumat verdim ki, bizim imkanlarımız məhdudlaşıb və mən Azərbaycan prezidentinə məktub yazıb müraciət etmək istəyirəm. O hətta imkan vermədi ki, mən bu məktubu yazım və bu məktubu yazsaydım, bəlkə müharibə daha tez bitmiş olardı. Və eyni zamanda onun xüsusilə o əmrlərin İrəvandan gəlməsi, Paşinyandan gəlməsinə bağlı məsələlər deyəsən Paşinyanın kürkünə birə salıb və Paşinyanın yuxusuna haram qatıb. İndi artıq o bəyanatla çıxış edir ki, belə bir şey yoxdur. Əgər onlar bunu söyləyiblərsə, onlar təzyiq altında bunu deyiblər. Bakıda onlar təzyiq var və s. Bu cür özünü sorğulamaq istəyir. Hansı təzyiqdən söhbət gedə bilər ki, məhkəmə prosesində onlar vəkillərdən təmin ediliblər, tərcüməçindən təmin ediliblər, bütün şərait yaradılıb və detalları ilə saatlarına qədər hər şey olduğu kimi etiraf edirlər. Etiraf edirlər. Bu da Paşinyanın əlavə başarılar yaradıb və Paşinyan dərk etməyə başlayır ki, bu istiqamətdən də o zərbə almağa başlayır. Yəni bütövlükdə bu günləri Paşinyanın mövqeləri kifayət qədər zəifdir. Maliyyə imkanları, resursları ABŞ-dan kəsilib. Birləşmiş Ştatlar üçün cəlbəcəyə misal son dərəcə aşağıdır. Dediyim məhkəmə prosesində Paşinyan çox ciddi ithamlar irəli sürür və bunu biz irəli sürmürük artıq. Bunu ermənilərin özü, erməni mənşəli insanların özü, erməni əsilli insanların özü vaxtı ilə dırnaqarası yüksək vəzifələr tutmuş bir separatçılar bəyan edirlər. Və belə olan vəziyyətdə mənə elə gəlir ki, Paşinyanın indiki vəziyyəti ən ağıllı addım ola bilər ki, nə Avropanın yanında yer alsın, nə Birləşmiş Ştatların, çünki onun üçün maraqlı deyil Ermənistan. Ən ağıllı qərar ola bilər ki, Azərbaycanın yanında yer alsın, Türkiyənin yanında yer alsın, biz qonşu dövlətlərik və münasibətlərimizin bərpasına imkan verə biləcək konkret əməli addımlara imza atsın. Sözdə yox, əməli addımlarını bunu təsdiqləsin. Bunun üçün də sadəcə o yaxın komandasından kənara çəkilməli, bir otağa girsin, tək və papağın da onun bir kepkası var, məşhur. Onu qarşısına qoysun, bir düşünsün və qərar qəbul etsin ki, daha kifayətdir, boş-boş bəyanatlar vermək. Real addım atmanın vaxtıdır, real. Çünki zaman Ermənistanın ziyanına işləyir.